nə qaziyə hörmət, dövlət müəssisələrində, özəl müəssisələrdə vətəndaşlar. Şahidi oldum bu gün xəstəxanada. Bir xəstəxanaya daxil olanda orada qəbulda var həm də şəhid ailələri və müharibə iştirakçıları əlilləri üçün bir pəncərə var da. Oraya yaxınlaşıb nömrə verirlər. Yəni o şöbə niyə yaradılıb? O hissə. Çünki həmin o həssas təbəqədə olan insanlar gələndə şəhid ailəsi və yaxud müharibə əlilləri keçsinlər, kömək olsun onlara orada oturan xanım bəy ki, yəni məsələn xəstələr daxil olanda həkim yanına bir ikisindən bir, üçündən bir dənə müharibə əlilli şəhid anası keçsin. Bu belədir. Və növbə mənə gəldi, çatdı. Mən də dedim o şimdi kimdir axırıncı, nə bilim birinci falan dedim, bəs mən də 43-cüyəm. Kimlər keçirsə mən onu ilə bir girim içəri, yəni heç həkim yanına gedib dərman zad yazdırmam da, sənəd var, onu verəcəm MRT üçün, möhür vuracaq, verəcək mənə. Yox, bəs belə elə, özüm də dayanıb belə baxıram. Dedim, bəs mən o xanıma demədim, mən də o aşağıda o pəncərədən aldım da bileti, hansı ki müharibə əlliyəm. Qayıtdılar ki, biz neyniyək ki? Biz neyniyək müharibə əllisən? Bizim də növbəmiz var. Deyirəm, bilirəm, yəni mən də hörmətli eləmək istəmirəm, açıb girərəm, orada məni görsələr həkim tanıyacaq, çağıracaqdır. Yəni sadəcə sizdən biri girəndə mən də o ilə bir girim, bir dənə möhür vuracaq buna. Vəsə, mən kağızımı alıb gedəcəm də. Dərman yazdırmıram, oram ağrıyır, buram ağrıyır demirəm. Bir dənə MRT üçün yazır. Yox, bəs belə elədi. Mən də durdum. Axır qapıda bir kişi dedi ki, qardaş, bala gəl. Mən girirəm, mənlə girərsən. O hələ də danışdı arvad orada, bəs belə elə. İndi sözümün canı odur ki, onun yanan canı yoxdur da, şəhid ailəsi deyil. Ailəsində müharibə əlli yoxdur, onu yandırmır. Çünki mən çox ailələr tanıyıram ki, şəhid verməyənə qədər nə şəhid bilirdi, nə şəhidlər xiyabanı tanıyırdı, nə də və digərləri. Bu şəhid olandan sonra artıq bəzi məsələlər ortaya çıxdı. Yeni ildə niyə fişəng atırlar? Vaxtı ilə hamımız yeni il keçirdirdik. Həmən ailələr daxil. Mən çox şəhid ailələrində olmuşam. Bir çoxu məni tanıyır. Bəs indi bunu yandıran yeri yoxdur deyənə. Deyir ki, yox, mənə maraqlı deyildir. Mən deyir, səhərdən biz də xəstəyik. Deyirəm, anam, bilirəm, xəstəsiz. Allah şəfa versin. Hamımız xəstəyik. Amma iki xəstədən bir keçsək, həm sizə xoş olar, həm də mənə xoş olar da. Mən aşağıdan bir nümayəndə çağırmayım ki, mən keçə bilmirəm. O da gəlsin desin ki, keçməlidir filan da. Yəni özüm gəlmişəm. Mənə belə bir çox utandım həqiqətən də. Həm ondan utandım, onu kimi bir neçə qadından, əsasən qadınlar. Həm ondan utandım, həm özümdən utandım ki, mənim düşdüyüm hala bax. Gəlmişəm dövlət xəstəxanasına və Sumqayıtda 45-də bir dənə qumru həkim var. Bizim baş həkimimiz, sinir həkimimiz. Qalan bir gün o işləyir, bir gün boşdur. Xəstəxanada bir dənə həkim var. Yoxdur, gələn yoxdur. Maaşa gələn yoxdurmu, nəyə gələn yoxdurmu, vəziyyət budur. Bilmirəm, kimin gününü ağlayayım, öz günümü ağlayayım, həkim yoxdur, bunu ağlayayım, yoxsa o növbəyə ağlayayım ki, 2 saylı xəstəxanada 403-cü adam idim. 403-cü adam. 45-də də səhər 9 tamamda aldım bileti, baxdım ki, yazıb 43-cü adam. Həkim yoxdur. Var gətirmirlər, nə eləmirlər, yəni budur vəziyyət.